Hər kəs salamlayıram. Dostlar, mövzu nədir ki, əlavə enerji içkisi var. Sən zala gələndə gündüz vaxtı bir qaşıq qəbul elədin və məşqə başladın. Amma sən 2 qaşıq qəbul elə, 2 porsiya. Gecə saat 11-də, 12-də sənin yuxun qaçacaq. Siz təsəvvür edirsiniz bu nədir? Sən əgər onu qəbul edirsənsə, heç olmasa bir qaşıq qəbul elə. Ümumiyyətlə əlavə qida qəbul edən insan məşq edir, deyir ki, mən nəticə görmürəm ki, həvəsdən düşür və əlavə qida qəbul eləməyən insandakı deyir mən əlavə qida qəbul eləmirəm ki, onda da həvəsdən düşür. Yəni gözləyirlər ki, hər hansısa bir əlavə qida bunu nəsə dəyişiklik eləyəcək. Xeyr dostum, birinci sən özünsən, özün elə. Təbii yolla bu vaxta kimi bəyəm əlavə qida olub. Bir daha söylürəm ki, çalışın öz üzərinizdə, yəni işləyin. Əsas psixoloji sağlamlıqdır. Psixoloji sağlamlıq olandan sonra fiziki də olacaq. Bir daha söylürəm, çalışın sağlamlığınızı qoruyun. Hər kəsə uğurlar.